Elfi kəndinə gedirik, hüzür yerinə. Maşınla gəldi, orada qaldı. İndi düşüb aşağı başqa maşın gəlib qabağımıza. Qubaya yağan leysan yağışlar bir sıra fəsadlara səbəb olub. Quba Qonaqkənd Muçu avtomobil yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi baş verib. Nəticədə bu istiqamətdə təxminən 25 kəndlə avtomobil əlaqəsi kəsilib. Hazırda aidiyyatı qurumların əməkdaşları əraziyə gəlib, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yağan yağışların nəticəsində yollar püskünə qalıb, əhalinin gediş-gəlişi çətinləşib, çox çətindir. Hədsiz dərəcədə çox sürüşmə gedib, yəni bu 2 gün yağışın nəticəsidir ki, bu fəsadlar baş verib. Biz qabaqlar belə bir şey yox idi burada da. Gecə uçurdu, yəni sürüşmə olub. Yağışlar 3 gündə yağırdı, bir gün yağırdı. O yağışların nəticəsində yolda asfalt bərbad olmuş. Günlər ərzində şimal zonasından, yəni Quba rayonu ərazisində düşən güclü, aramsız, intensiv leysan yağışları bir sıra fəsadlara gətirib çıxarların ərazisində Quba Qonaqkənd yolunun 42-ci kilometrliyində təxminən 1 kilometrdən də artıq bir hissədə torpaq sürüşməsi nəticəsində yol demək olar ki, bir neçə yerdən dağılmışdır, sıradan çıxmışdır. Nəticədə rayonun 4 inzibati ərazi dairəsinin 25 yaşayış məntəqəsinin rayon ərazisi ilə tamamilə əlaqəsi kəsilmişdir. Həmin yaşayış məntəqələrində də 11 min nəfərə yaxın əhali yaşayır. Hazırda gördüyünüz kimi rayon rəhbərliyi, rayon fövqəladə hallar komissiyasının bütün üzvləri, aidiyyatı qurumları cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər, müzakirələr aparılır, müəyyən işlərin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Yol idarələri, işıq, qaz, digər qurumlarda rabitə, bütün qurumların rəhbərləri buradadırlar, şəxsi heyətlərlə, kollektivlərlə bir yerdə. Hərə öz sahəsində əraziyə baxış keçirərək, yəni bütün fəsadların aradan qaldırılması istiqamətində artıq işlər aparılır.